Salam əziz dostlar. Heç bilirsiniz bugün qaladım şimdi. O zaman tanış olun. Elza xanım Secahan. Gördünüz də məni necə təqdim elədi. Hələ indiyənə kimi məni heç kəs belə gözəl təqdim etməmişdi ki, ömür məni belə təqdim etdi. Elza Secahan. Mən gəldim. O getdi. Bu qaçdı. Sən şeir yazdın deyə Ömür. Nə demək istədin Elza xala? Nə bilim sən elə danışdın ki, mən elə bildim ki, sən şeir yazırsan. Kibliyə də yazaq. Nə yazaq? Hə, demək mən getdim, sən gəldin, o qaçdı. Hə? Mən də bir dənə mahnım var, yazmışam ki, o vaxtdan çoxdan. Mən də ki mənəm, gördüyünüz mən, oxuyanda, oynayanda, ağladan mən, gülən mən. Bir dənə tamaşa var idi. Ora mən mahnı bəstələmişdim. Bax, orada belə sözlər vardı. Deyirəm, görəsən sən o tamaşaya baxmısan ki, belə dedi. Baxmamısan? Bir gün gedərik kukla teatrında, qəşəng orada tamaşa var, Şəngülüm, Şüngülüm. Baxmısan o tamaşaya? Gedərik, baxarsan. Kəmalə nənəyinə deyərik, gətirər səni ora yaxşı. Mən sənin verilişinə baxmışam, çox bəyənmişəm sənin verilişini. Sən nə yaxşı belə... Ən birinci ilə elədim. Kimlə? Kəmalə nənə ilə, Rəhman baba ilə, sonra Ümriyə xala, sonra Francesco ilə, sonra da sən, sonra sənlə, sonra da Lalə xala. Ay Allah, görürsən. Hə, mən bayaq gələndə gördüm ki, sən deyirsən ki, Kəmalə nənəyə mən Elza Secahanın papağından istəyirəm. Xoşuna gəldi sənin bu papaq? Nəyə xoşuna gəldi? Güllüsü. Bunlar ulduzlardır bunlar. Bayramımız da bugün Silahlı Qüvvələr günü. Silahlı Qüvvələr günü bayramımızdır. Ona görə mən bunu bayram üçün geyinmişəm, yaşıl rəng. Bunu Leyla Əhmədova tikib. Deyərəm sənə də bir dənə qəşəng papaq tikər. Yaxşı? Bundan yoxsa yox? Bundan istəyirsən yoxsa başqasından? Bundan. Deyərəm bundan tikər. Bunun üçün kişi bundan tikər, amma kişi üçün də sən axı kişisən. O papağıdır. Hə? Bu qızdır da, mən qızam, sən kişisən. Bax, kablok niyə giyinmirsən? Qızlar kablok giyinir də. Ayaqqabı giyinərlər. Ayaqqabıdır, dabanını kablok deyirlər. Ayağındakı ayaqqabıdır, dabanı da kablokdur. Mən səhnədə oluram axı ona görə. Səhnədə kablok geyinməlisən ki, paltarların qəşəng görsənsin. Açıqlarım hanı? Açıqsın. Sən də açıq taxmaq istəyirsən. Qoy deyim, sənin açıqlığı gətirsin. Demək, bu sənin açıqlarındır. Ay Allah. Baxın gör necə yaraşır. Sən mənə bax. Hə, bu da bundan tutur. Qəşəngdir. Burada belə buna oxşar naxışlar var. Bunu sənə kim alıb? Bu əynindəkini. Kəmalə nənə. Ay Allah, Kəmalə nənə nə qəşəng zövqdən alıb. İndi bunu çıxart, o birini tax görüm qırmızını. Ay sağ ol, nə gözəldir onlar. Ömür. Tax onu, qırmızını tax. Qəşəngdir. Baxaq tamaşaçılarımıza görsünlər ki, bizə necə qəşəng açıq yaraşır. Bax, Ömür belə veriliş aparacaq. Çox gözəl. Qoy qalsın onlar yanında. Elza xala, bəstəhal kimdir? Bəstəhal? Bəstəhal. Birinci dəfə də belə söz eşidirəm. Bəlkə bəstəkar deyilsən. Amma bəstəhal da qəşəng söz deyil. Ömür, nə gözəl dedin, bəstəhal. Bəstəkar. Hə, bəstəkar. Bəstəkar deyil, bax mənəm oturmuşam qarşında. Qəşəng mahnılar bəstələmişəm uşaqlar üçün. Mənim bir mahnım var idi uşaq vaxtı. Bəstələmişdim, qızım oxuyurdu, adı Gülşən. Pişiyə bəstələmişdi. Oxuyum onu sənin üçün. Bam 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 bam. Bax bu məstan pişikdir. Qulaqları dimdikdir. Ağ tüklərdir bığı. Uzuncadır quyruğu. Bax bu məstan pişikdir. Bam 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 bam. Sıçanlar olmayanda, mürgülləyir bir anda. Acanda nedir o? Pişik acanda nedir? Nedir bilmirsən? Nedir? Miau. Ay sağ ol. Miau, miau, miau. Bir yerdə gedək. Miau, 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 miau. Gördün? Görsən? Pişiklər acanda belə deyir. Hə, o mənim qızım oxuyurdu uşaq vaxtı onu. Elə qəşəng oxuyurdu ki, Ömür. Sən də çox qəşəng oxuyursun. Sən balacaqda yazırsan Elza xala. Bəli, mən balaca idim. Bax elə səni boyda olanda mən çoxlu belə nağara aləti var idi. Onu götürürdü. Çox o qədər çalmışdı ki, əllərimə də içi kəsilmişdi. Sonra qarmon. Sonra başladım şeir yazmağa. 5 yaşım, 6 yaşımda şeirlər yazırdım. Özüm mən deyirdim ki, mən böyüyəndə şair olacağam. Uşaqlıqda deyirdim. Amma nənəm
Mənə deyirdi ki, nənəm, sən həkim ol gidən, sən hamısı insanlara sağalt, onlara kömək elə gidən, xəstələnməsinlər. Mən amma deyirdim ki, yox, mən şair olacağam. Nənəm də belə baxırdı mənə. Deyirdi, buna bu balaca necə şair deyir də. Axı şair çətin də olmaq, görək ağıllı olasan, yazasan. Həkim də çətindir, amma mən şair olmaq istədim. Sonra mən uşaq vaxtı, mən şeirləri də, mahnıları da uşaq vaxtı artıq sən boyda olanda mən onların hamısını hiss eləyirdim. Əzə xanım, mən də şair ola bilərəm. Şair əlbəttə ola bilərsən. Dedin, sən mənə şeir dedin də, mən gəldim, o qaçdı, sən getdin. Yazdın da şeir. Orada bir fikir var. Belə yazdım. Hə. İndi gəl ikimiz bir şeir yazaq. Bir söz deyinəm mənə. Çatdım, yazdım. Çatdım, yazdım. Çatdım, bura qədər yazdım. Çatdım, bura qədər yazdım. Nə yazdım? Yazdım ki, mən yolumu azdım. Yox. Bura bax, Hə. mən bir şeydən bax, sən var bundan. Məndə də var ondan. Məndə də var bundan, bəli. Hə, görürsən sən İndidir. qəşəngdir, xoşuna gəlir. Nə? Xoşuna gəlir bu mənim geyimim. Bu nə rəngdir? Bax, bu nə rəngdir? Yaşıl. Yaşıl rəngdir. Ay, sağ ol. Yaşıl rəng nə deməkdir? Yaşıl rəng harda var? Sən harda yaşıl rəng görürsən? Bizim Azərbaycan bayrağımızda neçə rəng var? 3 rəngli. Hə, hansı rənglər? Yaşıl, qırmızı, Ay, sağ ol. mavi. Ay, sağ ol. Görürsən bu yaşıl rəng də bizim bayrağımızda var. Üstündə də ulduz. Hə, ulduz. Ay, sağ ol. Azərbaycan himnini bilirsən, oxuyaq bir yerdə. Bayrağımızda. Sən dedin axı bayrağımızın adını çəkdin. Gəl himnimizdən oxuyaq, hə? Azərbaycan. 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 Evladın şanlı Azərbaycan. vətənin. Gözəl. Görsən notunu Ömür bunun Azərbaycan himninin notunu necə düz oxuyur. Alqışlayıram səni Ömür. Əzəxə, ədəcəm mahnın hansıdır? Mənim dəcəl mahnılarım çoxdur, amma ki mən istəyirəm birini. Sən maşınları sevirsən? Mənim bir mahnım var. Maşın, 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 maşın. İndi mən maşın deyirəm, sən deyirəm, ğın. Yaxşı, mənə cavab ver. Maşın, 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 maşın. Siqnal da ver hərdən. Maşın, maşın, Bip, maşın. bip, Tormuz ver. Maşın. bip. Tormuz ver də. Tormuz bilmirsən necə olur? Siqnal ver yaxşı. Bip bip. Bip, Maşın, hın, maşın, hın. Xoşda maşına. Maşın, hın, maşın, maşın. Bax, bu dəcəl mahnıdır. Sən bu mahnını eşitməmsən məni? Harda oxuyurdun? Oxuyuram da, məndə YouTube'da var. YouTube'da bax, onu öyrənərsən yaxşı. Qəşəng mahnıdır, hə. Hə, bax, bu dəcəl mahnıdır. Sonra bir dənə də dəcəl mahnım var. Deyim sənə. Barbie, Barbie. Ha, Barbie. Ha, Barbie yox, mənim kukla mahnım var. O Gülşən qızıma yazmışdım bax. Gözlərim mavi dəniz, üstü başı tərtəmiz. Bir yaxşıca baxın siz, dırnağı yox kuklamın. Qar kimidir dişləri, həm dodağı kuklamın. İki əli bir burnu, dırnağı kuklamın. Gözləri mavi dəniz, üstü başı tərtəmiz. Bir yaxşıca baxın siz, dırnağı yox kuklamın. Bax, bu mənim mahnımdır. Mənim qızım bunu oxuyub. Bax, sonra da bir dənə də mahnım var uşaqlar üçün. Mənim balaca uşaq üçün yazmışam ki, yatanda onlar üçün nənələri oxusun. Kamal nənə nə edərsin, sən yatanda bunu sənə oxusun. Bax, belə. Sənin önündə oxuyacam onu. Mənim balam bir dənədir, noğul nədir, nabat nədir? Mənim balam bir dənədir, noğul nədir, nabat nədir? Yüz çiçəkdən bal çək gətir, belə şirin ömür hardadır? Qızıl gülü gönçəsidir, yaz gülü yaz nəfəsidir. Evimizdə xoş bir ətir, ömrümüzün baharıdır. İndi bir yerdə mənə deyirsən. La 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 la. Səsi çıxart da. Çişin gəlir, get çişələ gəl. Tez otur, get çişələ gəl. Bax, əziz qonaqlar, bunun çişi gəldi, getsin çişələsin. Aparıcılarda belə şey görməmişəm, amma bu elə aparıcıdır ki. Gözəllik, gözəllik, gözəllik. Nə gözəllik? Gözəllik budur da, bax, papaq geyinmişəm.
Bəs sən niyə saçını görsən belə uzatmısan? Hardan götürdün o tabağı? Papağı mən hep sən kimi tikdə Leyla Əhmədova var. Leyla xanım Əhmədova. Gedərik onun yanına. Mən ona deyərəm ki, Leyla xanım ömür üçün də belə papaq kişiyə görə belə papaq onun üçün tikinə. O da sənin üçün tikəcək hazırlayacaq. Bax bu da Leyla xanım Əhmədovanındır. Bax bu da Leyla xanım Əhmədovanındır. O qəşəng modelyerdir. Dünyaca şöhrətli modelyerimizdir Leyla Əhmədova. Onun bu yaxında tədbirli oldu. Ora səni kimi uşaqlar gəldilər, qəşəng geyindilər, moda göstərdilər, qəşəng əskər paltarı geymişdilər, Azərbaycan bayrağı tutmuşdular, yaşıl rəngdə. Axı silahlı qüvvələr günü oldu ona görə. İndi mən də bu gözəllik mahnısı var ha, sən oxudun. Onun da sözləri Cəfər Cabbarlındır. Cəfər Cabbarlı şair Cəfər Cabbarlı, dramaturq, kinomuzun banisi. Onun sözləridir. Mən də bəstələmişəm gözəllik mahnısı. Çox sevindim ki, sən mənim gözəllik mahnımı bilirsən, hələ bir oxudun da. Güzellik, 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 güzellik. Çox sağ ol Ömür. Nə qəşəng suallar hazırlamısan. Sənə bu sualları kim deyib sən mənə verirsən? Kim sənə hazırlayıb? Kim? Zəhra müəllimə. Zəhra müəllimə. Zəhra müəllimə. Salam Zəhra müəllimə, xoş gördük burada. Zəhra müəllimə, səni buradan salamlayırıq, xoş gördük deyirik sənə. Gözəl suallar hazırlamısan Ömür üçün. Ömür bir alqışlayaq Zəhra müəlliməni, alqışlayaq. Ay sağ ol. Növbəti sualı ver Ömür. Sən dünya niyə ağac əkmirsən? Nə ağacı? Nar ağacı. Nar ağacı. Sən də bilirsən bunu. Ay Ömür, sən nə çox bilirsən maşallah. Görsən, mən elə bilirdim ki, sən bunu bilmirsən, sən bunu da bilirsən ay Ömür. Demək, nar ağacı bilirsən kimin sözləridir? Şeir. Nar ağacı əkmişəm. Bütün dünyaya nar ağacı əkmişəm. Budaqlardan sallanacaq alagöz xatirələr. Bütün dünyaya nar ağacı əkmişəm. Bütün dünyaya nar ağacı əkmişəm. Mənlə oxuyaq bir yerdə. Nar ağacı əkmişəm. Bütün dünyaya nar ağacı Əkmişəm. Ay sağ ol. Sözlər bilirsən kimindir? Seyran Səxavət. Şair Seyran Səxavət yazıcı. Sən eşidirsən İndi məni? hanı? İndi o evində bir gün deyərəm o da gələr bura. Uşaqları ilə çox sevir ki, onun çox yaxşı nəvələri var. Özdə sən bilirsən Ömür, sən bilirsən Mehriban xanım kimdir? Ki Mehriban Əliyeva Leyla xanımla, Leyla Əliyevanın, Arzu Əliyevanın anasıdır. Mən bilirəm. Bu binanı bizə Leyla xala tikib. Bu binanı, ay Ömür, nə gözəl. Mən də deyirəm axı, niyə belə gözəldir bu bina? Çox gözəl binadır. Leyla xalanı buradan öpürük, buradan salamlayaq. Leyla xalan bilirsən, bu yaxında 3 iyulda yeni yaşı tamam olur, doğum günüdür. Buradan onu belə öpək təbrik eləyək Leyla xalanı. Leyla xanım. Bu kim nə üçündür? Leyla xanımın ad günü olacaq iyulun 3-ündə. İndi harda olur? İndi o sənin kimi uşaqların yanında gedir, uşaqlara baş çəkir. Bax, nar ağacı dedin, Mehriban xanım. Bir dənə də var, o birisi yoxdur. Məndə həmişə belə olur. Biri belə olur, biri belə olur sırğalar. Bu gözə bu musiqi açarıdır. Bu isə yaşıldır, ürəkdir bu, ürək. Demək sən nar ağacı dedin ha, mənə desən ki, nar ağacını niyə əkirsiniz? Nar ağacını mən bəstələmişəm. Amma nar ağacını isə Mehriban xanım Əliyeva, birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva İtaliyada Vatikanın kraliçası ilə nar ağacı əkdi. Sən onu görmüsən, yəqin ona görə mənə bu sualı verdin. Hə Ömür, görürsən? Nar meyvəsi niyə yumru olur? Nar meyvəsi necə olur? Belə olur yumru. Göstər mənə əlindən yumru. Və başında nə olur? Tac olur, düzdür? İçində nə olur narın? Balaca dənələr, düzdür? Sonra o dənələrin arasında nə olur? Balaca yumrular. Yumru dənələr olur. Aysa o yumru dənələr bilirsən nədir? O yer kürəsinin içində balaca dənələr bizik, insanlar. Bütün ölkələr, xalqlar, bütün yer üzərində olan insanlar və o nar dənələrinin arasında belə pərdələr olur, ağ pərdələr. Onlar da müxtəlif xalqlardır. Allah elə bil ki, narı yer kürəsidir. O arasında da ki, xalqlardır və üstündəki o tac var ha, narın tacı. O da ki, Allah padşahlıqdır, Allahın padşahlığı deməkdir. Nar ağacını biz orada oxuyacağıq. Harda desən orada da oxuyaram. Sən mənə nə desən onu da eləyəcəm. Mənim nənəm təzə gəlib xaricdən. Nənə, hansı Kəmalə nənə? Siz vətənin necə gələndə necə olursunuz? Hə, başa düşdüm. Demək, sən mənim
mahnını bilirsən, ona görə sual verirsən ki, ya, vətənə gələndədən sənə oxuyum. Mən vətənə gələndə belə oluram. Gələndə oğul kimi gəl, vətənə gələndə. Mecrasına sığışmaz sil vətənə gələndə. Saçına daraq olar yel vətənə gələndə. Vətənə gələndə, vətənə gələndə. Vətənə gələndə, vətənə gələndə, ayağına düşənər gül, vətənə gələndə, gözdən həsrət yaşın sil, vətənə gələndə, gələndə oğul kimi gəl, vətənə gələndə, vətənə gələndə, vətənə gələndə, gələndə ömür kimi gəl, vətənə gələndə, de görüm, vətənə gələndə, de görüm mənə, vətənə gələndə, vətənə gələndə, vətənə gələndə, pantomima teatrı, vətənə gələndə, indi istəyirəm səsin çıxsın. 2, 3, vətənə gələndə. Yaşadım mahnını. Ömür, indi səsin Ömür, indi mən yanıram, sən oxu. Mən vətənə gələndə, Vətənə gələndə, vətənə gələndə, ikimiz bir yerdə. Vətənə gələndə, vətənə gələndə. Bir də möhkəmlə. Vətənə gələndə, möhkəm. vətənə gələndə, vətənə gələndə, vətənə gələndə, vətənə gələndə, vətənə gələndə, vətənə gələndə. Gələndə oğul kimi gəl, vətənə gələndə. Alqışlayıram səni. Ömür, mən səni çox bəyəndim. Mən sənə konsertlərim olanda bilet göndərərəm. Kəmaldə nənə səni gətirər, yaxşı? Gələrsən? Söz verirsən? Mən Kəmaldə nənə deyəcəm ki, mən deyəcəm, İsa Səmral, ömür üçün də bilet göndərəməm. Davud var, Akif var, Səmərruq var, İsa Səmral var, çoxlu uşaqlar var. Mən onlara gəlib deyəcəm ki, ömür mənim bütün mahnılarımı əzbər bilir, hamını bilir. Möhkəm səs. Açmasını kim bilir ki, de görüm. Açmasını kim bilir ki, bu dünya bir tapmacadır. Neçə milyon illərdir açmasını kim bilir ki, açmasını kim bilir ki, kim bilir? Açmasını ömür bilir ki, bir getdik. Bir yerdən, bir yana. Bu üzükdür. Ya, Bu hansı? Bunu kim bilir? Açmasını kim bilir? Bu Bu nədir? nədir? Bu nə sən bilərsən? Açmasını kim bilir? bunu kopardım, Qopart. Qopart. Nə var orada qopart? bunu koparsam. Qopart, qopart. Açmasını ömür bilir. Burada nə var? Sən necə gördün onu ömür? Gözü qopardım. Qopart, qopart. Niye? Qopart da. Qopartmaq istəsən qopart. Qopart, dart onu, dart. Dart onu. Dart, dart. Dart çıxar onu orada. Tikan batı, be orada. Tikan da o, dart çıxar. Dart, dart. İsa Səmral gəldi. İsa Səmral. Ben bilirəm. Hə. Taxtanı bilirəm. Çıxart bunu. Ay sağ ol. Taxta girib ora ömür. Ay Allah çıxartdın ömür. Nə yaxşı can. Sən necə gördün onu ömür? Hə, ağrıdır deyə məni ömür. Çox sağ ol, öpüm səni. Oy, İsa Səmral gəldi. Gəl bura. Gəl. Çağır onu bura. Gəl. Get onun əlindən tut gəlsin. İsa. Hə, İsa Səmral bura gəl. Bax. Xoş gəldin, gəl. Gəl otur bunun yanında. Sən nə ağıllı balasan. Görürsən necə qonaqpərvərdir. İsa Səmral da sənə yer verir. Qalx bura. Ağıllı bala, hə. O yanı qaya, bu yanı qaya, içində sarı maya. O nədir? Siz bilirsiniz, amma ömür bilir. İsa Səmral da bilir. Hə, nədir o? De görüm ömür. O yanı qaya, bu yanı qaya, içində sarı maya. Nədir o? Nə? Qulağıma demişdim. Nədir? Y, U, U, M, U, R, T, A. Nə deməkdir? Yumurta. Ay Allah, Ömür çox istədin sən İsanı, İsa Səmralı. Görürsən Ömür, necə gəldi? İsa Səmral sənin verilişivə gəldi. Ömür kinodur yoxsa aktyor? Ay Allah, Ömür nə gözəl sualdır. Ömür ömürdür. Ömür ömürdür. Həm kinodur, həm həyatdır. Ha hukum verəndir. Həm hoqqa verəndir, ay Allah, həm hoqqa verəndir. Həm belinə toqqa bağlayandır. Həm Diliş aparandır. həm veriş aparandır. Həm qonağı çağırandır. Ezə xala, siz hansı rəngsiniz? Mən hansı rəngəm? Mən bugün yaşıl rəngəm. Həm də sarı rəng var, düzdür? Amma mən rəngarəngəm.
Elza xala, Hay mən can. səni çox sevirəm. Doğrudan çox sevdin. Necə sevdin? Göstər mənə onu. Lap çox. Belə sənə heyran olaram. Ay Allah səni verənə şükür. Pərverdigarə bu sevincli həyatımın nazlı baxışlarına mən qurban, mən heyran, mən qurban. Nurlu aylı həyatıma nülüfər çiçəyi əkdin. Sən mənə bəxş etdin. Bu sevincli həyatımızda sən mənə bəxş etdin. Sevinclə gəl, nazlı gəlişinlə, sevinclə gül, nurlu aylı həyatıma, sevinclə bax, nülüfər ətirli gözlərimə, sevinclə gül, bu sevincli həyatıma, pərverdigarə. Eşq olsun sizə Elza xanım. Ömür, biz sağollaşırıq da. Üzümü çevirirsən. Sağlaşdık da çox. Ay Allah, ay həyata küsmə heç bir zaman. Həyata küsmə sən bir dayan. O çox gözəl, o şirin, o çox qısa, o sənin. Haqqı yox bir kimsənin, onu səndən almağa, onu səndən çalmağa. Yaşa öz həyatını sevə-sevə, yaşa öz həyatını doya-doya. Sevgin puç olsa da, gözün yaşla dolsa da, yaşa öz həyatını doya-doya. Həyata küsmə. Sözləri Gəncə Paşayeva. Musiqisi Elza Seyidcahan. Əldasına mi? Elza Seyidcahan Ezəcəsən. Qarabağ futbol komandasına Qarabağ qum komandasına. qəşəng himn bəstələyib. Desən, himin dəstəliyib. Xahiş edirik, onu tezliklə səsləndirək. Xahiş edirəm onu tezcə səsləndirək. Alqışlar Qarabağ futbol komandasına. Çox sağ olun. Çox da razıyam. Əziyyət çəkib iştirak Çox sağ ol. Əzasına mı? Və də bayaq çəkən güllər. Ay Allah. Verilişinə çox xoş gəlmisiniz. Verilişimin adı Danışır Ömür.